Adama deyərlər ki, bütün gün istədiyi yer. Sonra deyirəm ki, mən arıqlamaq istəyirəm. Özümü deyirəm. Amma ki, bunu deyə də arıqlamışam. Ən azı bir 6 kilo, 7 kiloya yaxın çəki atmışam. Çünki bəzi xanımlar da var, elədirlər. Hər şeyi yeyirlər. Amma arıqlamaq üçün də nə isə eləmək lazımdır. Gəzmək. Məsəl üçün. Mən istədiyim hər şeyi yeyirəm. Amma ki, gün ərzində 2 saat, 3 saat piyada gəzirəm. Və həmin o piyada gəzmək adamı arıqladır. Oy. Ananas da deyəsən arıqladır, hə? Mən biləm. Çünki o da ət yeyən bir meyvə adlanır da. Halal ki sənə. Sən ora nətər dırmaşdın? Bir mərtəbə pilləkən kimi var belə. O Euro Studiya deyirlər, nə deyirlər? Ondan da bizdə mətbəx. Yəni ora dırmaşır, çıxır, maşallah. Birinci dəfə həmişə qoydum, dırmaşa bilmirdim. Bıçaq niyə mənim əlimə elə tərsə düşürək? Tərsə tərəfə daha rahatdır.